Salam hər kəsə. Bugün sizlərlə nizamnamə kapitalı qoyuluşu haqqında danışacağıq. Gəlin vaxt itirmədən keçək nizamnamə kapitalının qoyuluşuna. Bildiyimiz kimi bir seydə iki tip əməliyyat vardır. Bir əllə daxil edilən əməliyyatlar, bir də avtomatik şəkildə. Avtomatik şəkildə olanlar bizə verilir hazır şəkildə yuxarıda menyu olar və biz məlumatları daxil edirik. Amma əl ilə daxil edilənləri isə biz özümüz hər şeyi yazmalıyıq. Və nizamnamə kapitalı da əl ilə daxil edilən əməliyyatlara daxildir. Bildiyimiz kimi nizamnamə kapitalı mühasibatlıq üzərində iki tip formada qoyulur. Biri 301 formasında, bir də 302. 301 bildiyimiz kimi sənəd üzərində qoyulan nizamnamə kapitalıdır və asan xidmətdə təsisçi tərəfindən yazılmış şəkildə qoyulur və burada müəyyən bir əməliyyat olmur və biz onu sadəcə olaraq sənəd üzərində təsdiqləyirik ki, filan miqdarda təsisçi tərəfindən bu şirkətə qoyulub, ancaq 3 ay ərzində mütləq şəkildə həmin təsisçi və yaxud da təsisçilər həmin məbləği şirkətin balansına qoymalıdırlar. Bugün sizlərlə bir şeydə həmin o əməliyyatları necə aparır, onu öyrənəcəyik. Gəlin vaxt itirmədən keçək. Birinci əməliyyatı nizamnamə kapitalının qoyuluşu üçün müəssisə hissəsinə daxil oluruq və burada düşürük aşağı jurnal yazılan hissəyə. Jurnal yazılan hissədə əl ilə daxil edilmiş əməliyyatlar var ki, biz ona 2 dəfə toxunmaqla aktivləşir və burada belə bir pəncərə açılır. Bu pəncərədə əlavə etmək hissəsinə toxunaraq daha bir yeni pəncərə açılır. Və burada biz müəyyən bir əməliyyatları, yəni məlumatları daxil etməliyik. Biz bugün özümüzdən məlumatlar daxil edəcəyik, ancaq bu əməliyyatları sənəd üzərində olur və bütün sənəd üzərində tarix, ad və s. kimi məlumatlar dəqiq şəkildə qeyd edilməlidir. Biz hal-hazırda düşünək ki, bizim şirkətimiz 0101 2025-də daxil olunub, yəni təsdiqlənib və şirkətimizin adı özü yazılır. Mündəricat hissəsinə biz nizamnamə kapitalının təsdiqi yazırıq. Sonra düşürük aşağı hissəsinə və aşağı hissəsində plus işarəsini basmaq lazımdır və burada yeni bir pəncərə açılır və biz bu pəncərələrdən məlumatları doldurmalıyıq. İndi isə bildiyimiz kimi bu qoyuluşda biz həmin o hissəni KT tərəfinə 301-i yazırıq, yəni nizamnamə kapitalı. Biz bunu 301-i seçə bilmərik, ona görə də 301.09-u seçirik. Əgər bizim şirkətimiz adi səhmlidirsə 01-i seçəcəyik, imtiyazlı səhmlərdirsə 02-ni, 09 isə MMC-yə daxildir, yəni burada digər hissələri, yəni şirkətimizin növünə görə olanı seçirik. Və daha sonra gəlir digər DT hissəsinə. DT hissəsində də biz 302-ni yazmalıyıq. 302 də burada göstərilir, yəni ödənilməmiş hissəsi. Bildiyimiz kimi KT-də 301-də azalır. Biz artıq 301-dən götürüb 302-yə atırıq, yəni ödənilməmiş hissəsinə. Yəni KT-də azalacaq, 302-də DT-də artacaq. Və artıq biz bunu qeyd etdiyimizdən sonra keçirik subkonto hissəsinə. Subkonto hissəsi o deməkdir ki, biz bura məlumat verməliyik ki, bu nə deməkdir? Biz əgər bunu bu formada qeyd etsək, heç bir anlaşılıq yoxdur. Ona görə də mütləq şəkildə biz bura qeyd edirik ki, biz bu əməliyyatı nə üçün aparırıq? Onun üçün 3 düymə hissəsini sıxırıq və burada bizdə belə bir pəncərə açılır və Cash Flow Guides pəncərəsinə, yəni faylimıza daxil oluruq və görürük ki, kontrogenlər açıldı. Və kontrogenlərdən bildiyimiz kimi bizim təsisçimiz digər kontrogenlərə aid idi və gəlirik orada Əli Vəliyevi seçirik. Yəni təsisçimiz tərəfindən bizim pulumuzdur bu. Yəni pul qoyuluşudur. Digər hissəsinə də eyni şərtimizi seçirik. Yenə seçirik Cash Flow-dan digər kontrogenlər və Əli Vəliyevi. Və artıq burada göstərdik ki, təsisçimiz tərəfindən qoyulan
məbləğdir. Nə qədər məbləğ qoyulub mündəricə hissəsinə yazırıq. Düşünək ki, bizim bu təsisçimiz 50.000 AZN qoyub və 50.000 qoyduqdan sonra artıq bizdə heç bir şeyə daxil etmə ehtiyac yoxdur. Yəni bu DT və KT hissəsinə yazma ehtiyac yoxdur. Müntəricət hissəsinə yazmamız kifayətdir ki, gördüyümüz kimi əməliyyat məbləği də yuxarıda qeyd etdik. Şərh hissəsinə də bura yaza bilərik ki, nizamnamə kapitalı qoyuluşu və yaxud da təsdiqi və s. kimi yaza bilərsiniz, əlavə şərh kimi. Və OK düyməsini sıxırıq və bununla da artıq biz təsisçimiz tərəfindən şirkətimizə qoyuldu. Deməli, 50.000 şirkətimizə qoyulduqdan sonra biz gəlin buna baxaq əməliyyat jurnalımızda. Görək ki, biz nə əməliyyat aparmışıq. Bunun üçün biz daxil oluruq müəssisə hissəsinə. Müəssisə hissəsində əməliyyat jurnalı var. Ona gəlsək, görürük ki, bizim təsisçimiz tərəfindən 50.000 pul qoyuluşu olub. Yəni, nizamnamə kapitali təsdiqlənib. İndi biz bunu 50.000-i böləcəyik. Deməli, həm kassaya qoyacağıq, həm banka qoyacağıq, həm də avadanlıq kimi qoyacağıq. Bunun üçün biz digər funksiyalara keçəcəyik. Amma keçmədən öncə gəlin bir şey də qeyd edək. Gəlin bunu biz saldo dövriyyəsində də baxaq, görək ora düşübmü. Bunun üçün hesablar yuxarıda olan hesablar hissəsinə daxil olur və dövriyyə saldo cədvəli var ki, onu daxil olmaqla biz hesabımızı formalaşdırırıq. Bunun üçün ilk öncə diqqət etmemiz lazım olan təşkilatımızdır ki, biz burada mütləq şəkildə təşkilatımızı düzgün seçməliyik və dövriyyəsini biz indi 0101-dən başladığımıza görə mütləq şəkildə onu seçirik. Yəni tarixi və sonra gəlir hesabı formalaşdırmanı. Hesabı formalaşdırmaqda görürük ki, artıq bizim 302-mizdə 50.000 artdı. Yəni 50.000 nizamnamə kapitalı qoyuluşu olmuşdu. Və burada da artıq balansımız bağlandı. 301-də görürük ki, 301-imizdə, yəni 30.000 kapital qoyuluşu oldu. Və burada bu 3 onun hansı bölməyə aid olduğu 30 onun maddəsinə göstərir və artıq 301 və yaxud da 302 isə artıq onu tam şəkildə bizə aydın şəkildə göstərir ki, birincisi nizamnamə kapitalı qoyuluşudur, ikincisi isə artıq ödənilməmiş hissəsidir. İndi isə biz bu 50.000-ləri bir-bir artıq bank hesablarımıza qoyacaq və bununla da dövriyyə cədvəlimizi formalaşdıracağıq. Gəlin davam edək və bunun üçün neyinirik? Qaydırıq funksiyaya bu aşağı olan hissəyə.